Bu dediyimə mütləq qulaq asmalısınız ki, başa düşəsiniz məni. Çoxları mənə baxanların içində həddindən artıq prikolun ruslar demişəm. Çox maraqlı, qəribə insanlar var. Niyə görə? Baxın, dünyada gedən prosesləri təhlil edən insanlar var. Bunlara siyasətçi deyirlər. Siyasətçi nə etməlidir? Politoloqlar. Gedən prosesi təhlilləməlidir. Nədən qaynaqlananı və nə üçün bu prosesləri baş verdiyini və hara gedəcəyini deyən kəslərə deyir. Bunu mən deyəndə, istər mən psixoloq olum, hələ bir vətəndaş olum, fərq yoxdur. Düz çıxanda bir çoxları deyirsiniz ki, nə deyim? Allahın işini qarışmır. Amma siyasətçilər deyəndə düz çıxanda, düzsüz ki, filan, tutaq ki, Jırnovski filan vaxtında bunlar demişdi. Məsələn ki, Vəfa Qulizadə var edir, Allah rəhmət eləsin. Onun belə dedik sözlərində İran savaş olsa belə şeylər olacağı ehtimal var dediyini bir kəlmədən yapışıb hamımız paylaşmışsınız. Bu çoxları bunu bilirsiniz, siyasət içində olan, siyasət izləyən kəslər. Amma savaş İranın olacağı bu tarixlərdə bu qaçılmazdır deyən yoxdur. Əgər varsa, mən sizə sual verirəm. Əsasında Azərbaycanda hal-hazırda şərh eləyirlər. ARB, ATV, İctimai, Real TV, bir çox kanallarda bir hadisə baş verəndə çıxartdığınız, oturtduğunuz şərhçilər var. Onların konkret olaraq İran və ya bir başqa bölgələrdə bir şey baş verənə qədər bunu baş verəcək dediyiniz bir videonun bir parçasını, bunun linki altına ata bilərsinizmi konkret olaraq? Və ya hal-hazırdakı dönəmdə İranın savaşı olacaq deyə konkret deyilən bir kəsin şərh etdiyi bir yeri, fragmenti mənə ata bilərsinizmi? Onu deyən var bugün. Əgər yoxdursa, olmadığı təqdirdə sabah o hadisələr ki baş verir dünya üzərində, fərq yoxdur. Venezuela Maduro'nun qaçırtması, Rusiya savaş, Qarabağda keçmiş olan savaş və bugünkü gün İranda baş verən hadisələr, Suriya, hər fərq yoxdur. Nə ki barədə bir şey baş verənə qədər deyən, bu belə olacaq deyə bir şərh eləyən konkret, məndən biraz da olsa oxşayan, mənim dediyi kimi açıq şəkildə yox ha, mənim dediyinə oxşayan deyən bir şey varsa, mən ona gözəl-gözəl ürəyin istədiyi hədiyyə verəcəm. At mənə göstər, link ki filan adam, nə deyim, filan zamanında bunlar baş verəcəyini konkret olaraq deyib və bu da baş verir. Əsasən Azərbaycanda. Və olmadığı təqdirdə niyə baş verəndən sonra onları efirdə çıxardıb onlardan şərh etməyini istəyirsiniz? Və onların etdiyi şərh nəyə lazımdır? Bir siyasətçi bir şeyi əvvəlcədən görüb, sonra hara gedəcəyini təxmin edib deyə bilmirsə və sonraki zamanında baş verəndən sonra bu belə ola bilər deyə efirlərdən dediyi aparıcıların, onun, bunun, bütün olan hadisəni necə baş veribsə, onu olduğu qaydasında bizə öz sözləri ilə sağa solu düzəldib çatdırırsa, bu doğrudurmu? Yoxsa əvvəlcədən bu şeyləri olmamış deyən və sonra da onları deyən mənmi doğruyam? Ona görə siz maraqlısınız, prikolunasınız ki, siz açıq bu hadisələri əvvəlcədən deyən, sonra o şeyləri yaşadığı müddətdə onu deyən adama o qədər geniş izah eləyən, əvvəlki şərh eləyən, hiss eləyən, bir şeyə əvvəlcədən bir şey baş verəcəyindən əvvəl şərh edib bunu belə olacaq deyə sonra o düzgün çıxan adama yox. Həmən hadisəni əvvəlcədən şərh eləyə bilməyən, sonraki hadisələrin də hara gedib çıxıb konkretni deyə bilmədiyi adamların sözlər beynində formalaşaraq durub mənə və mənim kimi konkret danışan adamlara irad tutursunuz. Siz yəni belə çıxır ki, o fikrində olan çoxları, yəni ağıllı mısınız? Yoxsa
məqsədiniz bir baxıcı ekstrasens adlandırdığı bir insanın doğru dediklərini dini cəhətdən qəbul eləmir deyə gözü ilə görəni qəbul eləməyəcəyiniz qədər hansısa bir nəyinsə təsir altında düşərək gözü ilə görəni, qulağı ilə eşidən şeyi qəbul eləyə bilməyəcəyiniz qədər çox savadsız mı var içinizdə? Təbii ki, hamıya aid deyil. Yəni, əsasən də mənə bu şərh yazanlara deyirəm bu sözü ki, bəzi şərhlərdə sən Nadim filan yerdə filan kəsə qulaq asıb deyirsən. O yüzden indi deyirəm, İran savaşı konkret olacaq deyə bugün sözünlə filan tarix, filan cür, filan mərhələdə İran gözləyir. Ola bilər, olmaya da bilər, yox. Bu konkret olacaq deyən çoxdur. Varmı? Varsa mənə atın, baxın. Yoxsa olan gedişatını prosta bu ələ ola bilər. Belə 5 başlı mı danışır? Yox. Mənə konkret, mən nə tərk edirəm, İran savaşı olacaq, bu qaçılmazdır. Konkret onu olacaq deyən, yəni bu mümkündür də, bu konkret olacaq deyən atın mənə. Var çox az. Amma bizim kanallarda olan bu siyasətçi politoloqlara mən qulaq asıram. Konkret İran savaşından danışmır. Olsa belə ola bilər. Olma ehtimalı da var. Olmayadı. Neftlərə görədir, ona görədir, əraziyə görədir, belə danışır. Mən deyim, bu neftlərə zata görə deyil. O şərh mən də edə bilərəm. Dünyada bütün neft sazişləri, maraqlara önə çıxardaraq, dünyada rezervlər aşıb, dünya idarə edən güclər üçün neft də onların əlindədir, qızıl da, pul da, hər şey onların əlindədir. Güclər var. Onlar sadəcə dünya, şar şişir, insan çoxalır, idarə etmək çətinləşir, bicləşir, artıq özlərinin əlində idarə etmək üslubu çətinləşir deyə insan azaltmaq, təzə era yaratmaq fikrindədir. Onun üçün savaşlar gətirməsi üçün ölkələr arasında ziddiyyətlər yaratmalıdır. Ərazi mübarizələri, bir ölkəyə deyir ki, gir onun əraziyə, sonra gələcək hansısa il o ərazidən ötürü təzədən sən ondan savaş yarat. Hansısa neft maraqları və bu kimi şeyləri nə oldu? Bu insanın çoxalan müddət indi mi gördü? Çindir, o da budur, savaş yaratmaq lazımdır. Bu insan çoxaldıqca hər bir neçə müddətdən sonra savaşlar insana görə elətdiyini düşüncəsindəyəm. Və konkret bu barədə də şərhçilər demir. Hansısa kinolarda, hansısa milyonda bir adam bunu deyir, sonra da mənə deyir ki, filan adam bunu demişdi. Milyon adam deməyib, 5-10 dənə adamın dediyin doğru olduğunuzu mən nə bilim. Mən onun dediyini təkrarlamaq zorundayım. Mən onda o birlərin də dediyini deyim də, hansı şərhçilərin olmayacaq dediklərində. Məsəl üçün bir ekstrasens var idi, 24 gün Ukrayna savaş bitəcəkdi. Gələ ona inanaq deyərdim. Bizim çoxlu şərhçilər, politoloqlar var idi. Yəqin vicdanı olan, işdən qulaq asan, yadında qalan kəslərə bu söhbəti deyirəm ki, yadındadır ki, Ukrayna-Rusiya savaş bitəndə, başlayanda deyirdilər ki, ay payızda bitəcək filan, 5 aya, 6 aya. Həmən adamların dedikləri bugün düz çıxmadı, etdiyi şərhlər. Təzədən onlar efirlərdə şərh eləyir. Amma bu 3 il, 4 il uzun müddət gedəcək, dünya savaşa qədər gedəcək, çoxlu qan töküləcək deyən Nadim heç biri soruşmadı ki, Nadim sən necə hiss elədin, necə analiz elədin, necə gördün ki, bu savaş başlayacaq, əvvəl başlayacaq. Sonra bu uzun müddət, uzun qanlar töküləcək. Hansı əsaslar, nəyə görə bunu deyən bir soruşan bir kanal efiri yoxdur. Çünki ekstrasens baxıcıdır, düz də desə, adı baxıcıdır, ekstrasensdir, onlara maraqlı deyil. Amma yalan deyən həmən o şərhçilər dedikləri düz çıxmayan, yenə də gündəmdədir. Maraq nədir, istək nədir, niyə görə belədir? Və niyə görə də həmən o doğru deyən mənim kimi insana dəstək yox, yalan deyənlərə yenə də qulaq asaraq, fikir formalaşaraq o cür yanaşırsınız. Dünyada bütün maraqlar boş şeydir. Maraq insanı azaltmaqdır. Bu dəqiqədən proses odur. İstər inan, istər inanma, zaman bunu bizə zaten göstərir və göstərə-göstərə də gedəcək. Şəhərlərin çökülməsi 13 il, 14 il hər şey sakit olanda verdiyim proqnoz idi. Yəqin o proqnozlar məndə Instagramda izləyənlər var. Bizneslərin çökəltməsi, xəstəliklərin çoxaltması. Xəstəlik, rak baş alıb gedəcək demişəm. Var da yazılarında. Bu kim dedi ki o şeylər? Kim dedi ki biznes getdikcə çökəlir də hamısı biznes deyən şey qalır.
Dünya savaş qapıdadır da. Bir də təbii fəlakətlər, zəlzələlər. İndi də deyirəm ki, bu dövrdə ən çox düşünməli olan şey zəlzələlər və onlardan qorumaqdır.